Axşamınız xeyir. 1981-ci ildə Fransalı tarixçi Mark Ferro olduqca maraqlı bir kitab yazıb və həmin kitab o dövrdə satış sayına görə o dövrün bestsellerlərindən biri hesab olunur. Kitabın adı belədir: Dünya ölkələrində uşaqlara tarixi necə keçirlər, necə öyrədirlər. Adından da göründüyü kimi kitabın içində səhifələrində nədən bəhs olunur artıq məlumdur. Mark Ferro hesab edir ki, dövlətlər arasında olan müxtəlif mübahisəli məsələlər, konkret olaraq götürək misal üçün ərazi mübahisəsi, bunun əsası orta məktəblərdə qoyulur. Çünki orta məktəblərdə uşaqlara tarix dərsləri necə keçirilirsə, o uşaq da həmin tarix dərsində öyrəndiklərinin hesabına böyüyür, o fikirlərlə böyüyür. Və həqiqətən də bunun Ferronun dediyində bir həqiqət var. Çünki hər bir xalqın, hər bir dövlətin digəri ilə arasında olan mübahisəli məsələyə öz yanaşması var. Bax, bugün Ermənistanda gənc nəsil Azərbaycanın Qarabağı geri qaytarması reallığı ilə nəinki barışa bilmir, sadəcə olaraq bunu dərk eləyə bilmir ki, axı bu necə ola bilər? Çünki 30 il ərzində tarix dərsliklərindən tutmuş erməni siyasilərinə qədər, dövlət adamlarına qədər gənc nəsilə təlqin olunub ki, nəinki Qarabağ, hətta Azərbaycanın çox böyük bir hissəsi tarixən ermənilərə məxsus olub və Azərbaycan özü ümumiyyətlə bir süni dövlətdir ki, ortaya çıxıb və bunu öyrənən erməni gənci, erməni uşağı təbii ki, bugünkü reallığı heç cür dərk edə bilmir. Bu misalı nəyə görə gətirdim? Dünən Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti J.D. Vance yenidən Qrenlandiya məsələsini aktuallaşdıraraq özünə məxsus sosial şəbəkə profilindən dövrümüz üçün olduqca maraqlı, ancaq eyni zamanda həm də ziddiyyətli və təzadlı bir paylaşım edib. Paylaşımdan iki sitatla sizə tanış edirəm. Deməli, birinci sitat diqqətlə dinləyin. Deməli, Danimarka öz işinin öhdəsindən gələ bilmir və o yaxşı müttəfiq deyil. Ona görə də biz özümüzə sual verməliyik. Bu məsələni, milli təhlükəsizlik məsələmizi həll etmək istəyirikmi? Daha sonra Vance davam edir. İkinci sitat: əgər bu o deməkdirsə ki, bizim Qrenlandiyada daha çox ərazi maraqlarımız var, deməli, Prezident Trump da bunu etmək istəyir. Onun üçün Avropada kimin nə qışqırması önəmli deyil. Trumpın amalıdır ki, Amerika vətəndaşlarının maraqları hər şeydən öndə olsun. Siz bir məntiq tuta bildiniz, yəni başa düşdünüz nə demək istəyir Vance? Təbii ki, çətindir. Və bu çətinliyin əsasında duran əsas problem ondan ibarətdir ki, Amerikalılarla biz qeyri-Amerikalılar müxtəlif dalğalarda, müxtəlif tezliklərdəyik. Və bu bizim aramızda olan ünsiyyət və bir-birimizi dərk etmə sahəsində ən öndə olan problemdir. Əyanı misal üçün göstərə bilərik. Misal üçün Prezident Trumpın Ukrayna Prezidenti Zelenski ilə həmin o qalmaqallı görüşü, qonaqpərvərliklə seçilən görüşü və həmin görüşdə Trumpın nitqini incələmiş olsaq, nitqinin deməli stenoqramını çıxartmış olsaq, görərik ki, Amerika prezidentinin bəyanatları bir-birləri ilə hər hansı bir rabitə əlaqəsi olmayan, məntiqi bağlılığı olmayan cümlələrdən ibarətdir. Nəinki cümlələrdən, hətta bu cümlələrin daxilindəki sözlərdən ibarətdir. Bu qaydada biz Vance'in də paylaşımını analiz etmiş olsaq, qarşımıza olduqca maraqlı suallar çıxır. Misal üçün, Vance deyir ki, Danimarka öz işinin öhdəsindən gələ bilmir. Yəni, Danimarkanın işi nədən ibarət olmalıdır və yaxud Danimarka öz işinin öhdəsindən yaxşı gəlmək üçün nə etməlidir? Qrenlandiyanı güzəştənmi getməlidir? Və yaxud da Vance yazır ki, Danimarka yaxşı müttəfiq deyil. Bütün dünya bilir ki, Kopenhagen və Washington eyni hərbi siyasi blok NATO-nun çərçivəsində müttəfiqdirlər və bu müttəfiqlik müəyyən prosedurlarla, müəyyən çərçivələrlə məhdudlaşdırılmış, əhatələnmiş, konkret cızılmış, belə deyək ki, müttəfiqlikdən ibarətdir. Və Amerikanın siyasi establishmentində, dövlət establishmentdə ikinci şəxs olan vitse-prezidentin deməyindən belə çıxır ki, əgər Danimarka Trumpın tələblərinə uyğun olaraq Qrenlandiyanı Amerika Birləşmiş Ştatlarına güzəştə getsəydi, bu çox düzgün müttəfiq olardı. Yaxşı, əgər bu düzgün müttəfiqlikdirsə, onda Danimarkaya məxsus onun ərazisinin bir parçası olan Qrenlandiyanın
müttəfiq Amerika Birləşmiş Ştatları tərəfindən tələb edilməsi nə qədər düzgün müttəfiqlikdir? Bugün dünyada çox maraqlı, eyni zamanda həm də təhlükəli, təzadlı bir situasiya yaranır. Trump Qrenlandiyaya yanaşı Kanadanı tələb edir və hətta Kanadanı Amerikanın 51-ci ştatı adlandırır. Sabiq prezident Jimmy Carter'in dövründə Panamaya qaytarılmış və Panama dövləti tərəfindən milliləşdirilmiş Panama kanalını yenidən Amerikaya tabe etdirmək istəyir. Eyni zamanda çox maraqlıdır ki, bu deməli ekspansionist xarici siyasət fonunda Trump Putinin hər gün artan deməli bir növ iddiaları qarşısında acizlik nümayiş etdirir və təslimçi mövqedən çıxış edir. Və bu təslimçilik heç Amerikanın öz maraqları deyil, Ukraynanın ərazisi hesabına təmin olunur. Vaşinqtondan gələn yüksək rütbəli məmurlar Zelenskini inadla, israrla məcbur edirlər ki, mövcud status quo Kiyev tərəfindən qəbul edilsin. Yəni Ukraynanın hansı ərazisi itirilibsə artıq bununla barışmaq lazımdır və Rusiya ilə həmin bu reallıq deməli çərçivəsində hər hansı bir sülh müqaviləsimi yoxsa bir müvəqqəti sazişmi, çərçivə sazişimi imzalansın. Bax, bütün bunlar dünya üçün olduqca qorxulu bir president yaradır. Çünki Mark Ferro onu hələm 81-ci ildə dərsliklərə dair yazmışdı. Ancaq real siyasət onu göstərir ki, dünyanın istənilən nöqtəsində kiçikli, böyüklü Trump kimi iddiaları olan dövlət rəhbərləri var və dövlətlər var. Onların gözləri öz qonşularının ərazilərindədir. Və Trumpın bu kimi problemi bu formada həll deməli təşəbbüsü, həll təklifi onları da sövq edə bilər ki, özlərinə məxsus o tarixi mübahisələrin bu yolla, bu prinsipə yoluna qoysunlar. Bu artıq o deməkdir ki, bir növ 2-ci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq hüququn əsas ana prinsipi olan ərazi bütövlüyü prinsipi bir növ aktuallığını itirir. 2-ci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası yerlə bir edilir. Ötən əsrin 90-cı illərində, 90-cı illərin əvvəllərində Sovet İttifaqının çöküşü ilə dizayn edilmiş, yenidən dizayn edilmiş bu deməli arxitektura indiki dövrdə arxitekturaya yenidən baxılır, yenidən formatlanma prosesi baş verir. Ancaq fərq ondadır ki, ötən əsrin 90-cı illərindən fərqli olaraq indi dünyada çox az dövlət başçısı və siyasi liderlər var ki, sabah nələrin baş verə biləcəyini proqnozlaşdıra bilirlər. O cümlədən hətta adamda belə bir təəssürat yaranır ki, işte Donald Trump'ın özünün də sabahla bağlı bir təsəvvürü yoxdur. Yəni onun bu inadkarlığı dünyanın sabahı üçün nə ilə nəticələnəcək? Bu baxımdan həm Mark Ferronun kitabından, 81-ci ildə yazdığı kitabından, həm də Trump'ın bugünkü xarici siyasətindən, ekspansionist xarici siyasətindən irəli gələrək meydana belə bir sual çıxır. Bax, bu gedişat bir ümumdünya xaosunun yaranmasına doğru president ola bilərmi? Təşəkkür edirəm. Bir daha görüşənədək.